Deməli, Cloud ilə bağlı, Cloudy deyil, Cloud oxunur əslində. Cloud ilə bağlı bir video çəkəcəm. Bu bizim Cloud'umuz. Bura gəldin, yəni Cloud AI-yə daxil oldun və gəldin burada sualı soruşdun. ChatGPT necə deyirsə, bu da həmin qaydada sualı cavab verir, sonra yapışdırırsan kodu və bitdi. Amma Cloud'un gücü burada deyil. Əvvəla Marketplace-də ən güclü kod yazan, ən səliqəli kod yazan və proqramisti başa düşən, biznes məntiqini başa düşən ən güclü model Cloud modelidir. Hal-hazırda çıxan isə Cloud Opus 4.6-dır, ən sonuncu. Deməli, məsələn, nə edirsiniz? Gəlirsiniz, bu Cloud-u yüklüyorsunuz terminalınıza. Məsəl üçün, bir proyekt açaq. O proyektin üstündə mən sizə göstərim. New project deyək. Heç new project deməyəcəm. Tamam, heç bundan çıxıram. Girirəm qara ekrana. Terminal, özü yaratsın hər şey. Terminala girdiniz. Mən Cloud-u yükləmişəm. Yüklədiyimə görə bir də Cloud yazıb enter basanda bu burada yüklənəcək. Yes, I trust this folder. Getdi. Gözləyirik. Əla, Cloud açıldı. Amma nətəri yükləyirlər, ondan danışaq. Sonra bu keçəcəm bura. Cloud-u yükləmək üçün özünə də yaza bilərsiniz. How can I install Cloud on terminal / Mac məsələn. Getdi, başlasın. Okay. Bir neçə variant var. Brew install-la da yükləyə bilərsən. Bununla da yükləyə bilərsən. Amma mən yükləmişəm npm-lə Node.js-lə olan versiyasını. İşlək versiyadır deyə məndə. Gəlin Node.js-lə gedək. I would like to install by npm. Heç nə. Gəldik. Əvvəlcə Node.js-i yüklüyorsunuz. Node.js download. Node.js-i qoşdunuz kompüterinizə. Tamam. Fərz edirik ki, Node.js-i yüklədiniz. İstəyir macOS, istəyir Windows. Yüklədiniz. Node.js hazırdır. Node.js hazır olandan sonra bu komandanı buraxırsınız. Terminalda, qara ekranda. Bu komandanı buraxırsınız və Node.js vasitəsindən, npm vasitəsindən sizin Cloud kodunuz kompüterinizə yüklənir. Ondan sonra artıq qara ekranda Cloud yazıb enter basın açıldı. Okay? Okay. Baxaq. Ups. Terminal new tab ls gəldim buradan məsəl üçün documents company projects məsəl üçün burada bir dənə boş fayllar açacağam. mp1 məsəl üçün sample project içinə girdik. Buradayıq. Əla. Cloud-un bayaqları mən burada açmışdım. Bundan imtina edirəm. Bundan çıxıram. Artıq bu foldera girdikdən sonra bu folderin içində Cloud açdım. Yes. Hazır. Düz. Cloud burada. İndi məsələn, nə etmək istəyirəm məsələn? Spring-də proyekt yarada bilərik. Məsələn, indi məndə daha çox izləyicilər Java izləyicilərdə Java-da yazırlar. Məsələn, yazaq ki, create Spring Boot RESTful API məsələn. RESTful API for managing hələ ki bir dənə yaratsın. Spring Boot project by using Gradle Shark gözləyək. O gözləyək, orada yaradandan sonra da IntelliJ'də həmin proyektə açacağım ki, görüm kodları canlı görə biləyəm. Burada bir neçə seçim var. Məsəl üçün yes deyə bilərsən, bir də ki always deyə bilərsən. Yəni ki soruşmadan, yəni işi gör geçsin. Mən ikincini seçirəm.
Yes. Yes. Yenə də soruşma seçdim. Okey, hazırdır. İndi proyektimizi baxaq. Projects, sample project, trust. Okey. SRC faylları yerində, bu yerində. Tamam. Özünə gəlsən proyekt. Gəldi. Good, good. Okey. Docker'i qaldırmışam mı? Docker'i qaldırmışam mı? Göremiyorum. Göremiyorum. Niye göremiyorum? Okey. Maraqlı. Tamam. Docker ayaqdadır amma şey göremiyorum. Tamam. Eyni. Docker ayaqdadır. İndi Cloud mənim proyektimi yaratdı. Mən bu qara ekrandan kodumu davam edə bilərəm. Buradakı qara ekrana da keçə bilərəm. Zaten burada yəni başlamışam deyə burada da davam edə geçsin. Amma proqramistlər burada işləməyi sevirlər deyə gəlin belə eləyək. Bundan imtina eləyək. Gələk bura. Proyektin zaten içindəyəm. Sample project folderindəyəm. Deməli integer'in terminalındayım. Cloud yazdıq. Deyirəm ki create a sample məsəl üçün page and run my project. Burada docker file lazım deyil. Görək elə nə qoşub bura. İndi deyə bilərsiniz ki, bəs müəllim, bəs koda baxırsınız falan filan. Tamam, koda baxıram, eyvallah. Yəni baxıram ki, məsəl üçün nələr yazıb, nə bilim nəyə qoşub. Məsələn, baxmaq istədim ki, Spring Data-nı qoşubmu falan. Düzdür, baxdım. Amma baxmasam da özünü həll edəcəkdi. Yəni həqiqətən həll edəcəkdi. Amma yəni okay, create a sample page and run my project. Hələ ki belə run edirdim. Sonra deyəcəm ki, Docker-i açsın. Məndən icazə istəyir, apply eləməyimi istəyir. Mən amma aşağıda fikir versə seçimlər var terminalda. Yes-ə basmayacam, allow-ya basacağam ki, yəni allow all basacağam ki, yəni heç vaxt məndən sual soruşma. Yəni bu istiqamətdə heç vaxt məndən sual soruşma. Gradle barədə də sual soruşma. Tamamdır. Application run elədi, açaq application açıldı. Bir şeylər var ortada, amma məsələn artıq proyektin istiqamətinə görə gedə bilərik. Prosta tutaq bir şeylər qoşmaq istəyirsən. Integrate MySQL and use Docker to run MySQL to run my app together with MySQL. Yəni ki, MySQL-i
Mənim kompüterimdə var. Amma fərz eləyək ki, yoxdur da. Əslində həqiqətən onu da eləyər. Məsəl üçün atıram səndə MySQL yoxdur kompüterində, yükləmək istəsən, özün yükləmək istəmirsən də və Docker-də işə salmaq istəmirsən. İstəyirsən ki, kompüterində MySQL işləsin. Birinci komanda ver ki, MySQL yüklə, ondan sonra da proyekti və inteqrasiya eləsin, getsin. Lap belə eləyək, hələ ki Docker-siz eləyək. Məsəl üçün, integrate MySQL. Consider that MySQL is already installed on my PC. Parolunu unutmuşam. Okay, anyway. Parol neydi? Bir daha başqa bir dənə proyekt açaq. Başqa bir dənə proyekt açaq ki, orada bizim parolumuz adımız nədir? Database'imizin parolu falan nədir? Tamam. İndi deyərsiniz ki, müəllim, bəs proqramistə ehtiyac var falan filan. Hal-hazırda proqramist yönümlü kod yazırıq. Zaten ehtiyac var ya, o heç. Amma proqramist yönümlü kod yazırıq da. Yəni məsəl üçün classdır, nə bilim MySQL-dir, odur, budur. Yəni proqramist yönümlü yazırıq. Biznes yönümlü yazmırıq. Amma biznes yönümlü də yaza bilərik. Və proyekti yazanda AI ilə işləyəndə bir çox yanaşma mümkün olmalıdır. Yanaşmaların hamısı fokuslanmalıdır. Mən neyniyim ki, bu daha az token yesin. Həmişə buna fokuslanmaq lazımdır. Məsəl üçün bax, burada götürüb HTML yaradıb, düzdürmü? Fikir ver. CSS faylları var. Gör neçə sətirdə? 7-ci sətirdən 101-ci sətrə qədər CSS faylları ilə əlləşib. Sonra burada məsəl üçün JavaScript-i də atıb HTML-in içinə. Sonra nə bilim button üçün məsəl üçün bunun üçün bu qədər yer ayırıb. Sonra nə bilim kart düzəldib, kart üçün bu qədər yer ayırıb və s. də. Əvvəla JS faylı olmalıdır qıraqda. CSS faylı olmalıdır qıraqda. Ümumiyyətlə CSS-dən ilk mərhələdə qaçmaq lazımdır. İlk mərhələdə məsəl üçün sırf bootstrap istifadə etsinlər. Yəni buna bir component library ver də ki, CSS-lə uğraşmasın da, sadəcə biznesə yönəlsin. Bu qaydada birinci mərhələni bitirirsən, yəni ki, biznes mərhələsini bitirirsən, ikinci mərhələdə məsələn redesign verə bilərsən. İstəmirsənsə əgər ki, mərhələlərə bölürsən, o zaman ən pis halda deyən ki, qardaş CSS üçün ayrı bir fayl yarat, JS üçün ayrı bir fayl yarat, HTML üçün ayrı bir fayl yarat və ortada ən azından bir framework istifadə elə də. Məsəl üçün Vue.js ola bilər, React ola bilər, Angular ola bilər ki, bir şey olsun, struktur olsun ki, bu zaman oxumaq və başa düşmək daha rahat olur. Məsələn, two-way binding deyə bir şey var da. Məsələn, bir datanın HTML-dən götürüb JavaScript atmağı, JavaScript-dən götürüb HTML atmağı, bu özü də bir prosesdir də, normalda çətin bir prosesdir. Amma ortada bir kitabxana istifadə edirsən, ən azından orada AI çox əlləşməyəcək. Amma AI-in gücünü indi mən yavaş-yavaş göstərəcəm sizə. Proyekt run oldu mu? Oldu. Proyekt qoşuldu, tamam. Refresh deyə bir şey var mı? Yoxdur. Məsəl üçün deyə bilərəm ki, database-imizdə nələr var bizim? Database-imizdə bilmirəm nə var. Tutaq ki, deyəcəm ki, create a table for students and integrate it to our page. That's it. So I can manage students data. Simple CRUD'dur, başa düşürəm. Yəni ki, sadə CRUD əməliyyatıdır da. Amma şap gedir də. Deyərsiniz ki, böyle sadə şeylər də olur belə. Məsələ sadə şeylər də olur da deyil axı. İndi məsələn bir dənə mürəkkəb proyekt açaram, onun da üstündə görəcəksiniz. Yəni bacarır qardaş, bacarır. Yəni bəli, proqramistə ehtiyac var, bəli, məsələn kontrollər falan gəlir. İndi baxarıq görək struktura necə qurur bu məsələ. Bax fikir ver tutaq ki, məsələn kontroller atdı, bunu da bura yerləşdirdi. Naming-ə fikir vermədi, məsələn student yazdı, student entity yazmadı. Çünki mən buna acceptance kriteriya verməmişəm. Mən proyekti başlayanda acceptance kriteriya verərdim buna. Deyərdim ki, bax folder strukturu. İndi məsəl üçün səhv yazdı, düzdürmü? Deyirsiniz ki, AI-in yazdığı kodu bununla əlləşirəm, bunun kodunu dəyişməli oluram falan. Niyə dəyişirsən ki burada? Yaxud səhv yazıb, yaz ki, bura dəyiş. Yaz ki, bura falan şeyi səhv yazıb. Sən niyə girib əlindən dəyişirsən ki bunu yəni? Niyə də, niyə? Niyə bunu əlindən gedir atırsan ki başqa bir paketə? Yəni mən bunu izah etməyə çalışıram. Səhv yazıb, əlinlə dəyişmə də, gəl bura dünən ki, falan şeyi dəyiş. Niyə demirsən ki? Gözləyək.
Burada mesela bax bunlar artıq xoşuma gəlmir. Bax görürsən burada uje əməlli başlı əziyyət çəkir. Çünki JS faylı dediyim kimi indeksin içində işləməyə başlayıb. Amma demo hazırlayıram, ona görə dəymirəm. Amma tamam da daya da bilər. Yəni refactoring eləyək, amma AI ilə refactoring eləyək. Okay. Görürsünüz bu tokeni. Bu ML prosesində bir xərclədiyi konturdur. Bu cür fikirləşin. Girdi istərsən seçsən, məsələn açıldı düzdürmü? Məsələn yazırsan ki, şaqqıldat bunu bir dənə yaraşdır. 33 olmuşuq artıq major computer science. Sonra şaqqıldat getdi, oturdu. Sharp. Refresh elə. Özüm refresh edirəm ki, yəni bazadan gəlir məlumat. Network'a baxaq. Network'a gəl. Məsələn refresh. Bizim API'miz options göndərib. Bu nəyin dödüdür, notfound'udur. Ha bu başqa, ha buna baxır. Əsas budur. Studentlər çəkən budur. Bu da başqa şey üçün göndərir amma bu extension'dır. Tamam, bu bizimki deyil. Students bizim API'mizdir. Response gəldi belə. Məsələn, response strukturasını mən belə yazmıram da. Bu birbaşa array göndərib. Çünki mən buna acceptance criteria verməmişəm. Mən buna bir common response data verməliyəm, status kodu olmalıdır, mesaj olmalıdır, datası olmalıdır falan. Gəl eləyək. Xoşum gəlmədimi? Yazma. Denə. Denə, yəni denə. Consider packaging properly for entity packaging and naming. And naming properly for. Məsəl üçün fikir ver. Controller'a gəl. Bu entity'nin birbaşa yerləyib gedib. Lazım deyil, olmaz. Məsələn, naming properly for deməli mənim acceptance criterion var idi bu arada. Silmişəm deyəsən. For entity controller service layer ümumiyyətlə yoxdur. Service layer and consider DTO for business layer and view layer. Sonra canım sana desin entity'ni danışdıq, kontrollərə danışdıq, packaging'i danışdıq. Sonra yes, use mapper for DTO conversion. Sonra canım sana desin başka ha separate JS, CSS files and use Vue.js use Vue.js not pure.js. Başka DTO'nun dediği, entity'nin dediği view layer, business layer dedik. Yella. Çox səhvlər var. Məsələn, bax controllerdən entity'ni birbaşa verib view-ya. Sonra indexdə dedik ki, CSS-JS-i ayırmayıb. Business layer ümumiyyətlə yoxdur. Düzdürmü? Səhv eləyib. Niyə əlimlə yazıram? Bax, niyə də, niyə? Mən deyirsiniz ki, LinkedIn-də vaxtım gedir ki, mən onun kodlarını dəyişim. Dəyişmə də. Niyə dəyişsən? Əlinlə niyə dəyişsən daha doğrusu? Response DTO'lar gəlir. Böyle bir şey çıxmış. Görək bu nədir? O işləyənə kimi bir dənə baxıb görək bu nədir? Tamam. Desktop'u yüklədim. Hə, bunu da biz niyə görə ediblər? Bunu niyə görə ediblər? Elə ki, terminal bu
Comterim yüklənmiş Cloud-dur. Bunu zaten yükləmişəm. Gəldim bura. Cloud. Bunu bilmirdim. Terminal istifadə etmədən buradan da girə bilirsənmiş. Okay, bunu bilmirdim. Bunu bilmirdim. İlk dəfə də görürəm. Okeydir, bu bizim chatimizdir. Callwork deyə bir hissə var. Callwork yəqin ki, komanda ilə birlikdə işləmək üçündür, düzdürmü? Bu isə kod. Yəni sən terminalda girib əziyyət çəkməkdənsə, Cloud kodu desktopa yüklədiyin. O səhərdən dediyim şeylər var idi. Bir saniyə. Videonun öncəsində dediyim şey var idi ki, Cloud kodu belə yükləyə bilərsiniz terminalinizə. Məsələn, onunla əlləşmək istəmirsinizsə, Cloud kodun desktop variantını yükləyin. Desktopda zaten sağ tərəfdə burada koda keçirsiniz və burada başlayırsınız yazmağa. Və burada artıq bu sənin kompüter və əli çatdığı üçün rahat formada kodları yazacaq. Belə hələ başqa şeylər də var. MCP serverlər var məsəl üçün. Dockerə girirsən, MCP serverləri yükləyirsən. Cloud Code həmin MCP serverləri tanıyır. Bax burada MCP serverləri qoşmaq olmalıdır. Connectors görürsüz. Burada məsəl üçün bir neçə connector görürsüz də hal-hazırda. Amma görürsüz Cloud Code in Chrome bir də MCP Docker. Docker'da gedib MCP server yükləyirsiniz. Tutaq ki Kafka'nın, tutaq ki GitHub'ın və s. Sən burada gəlib deyəndə ki GitHub'da falan şey elə, artıq bu GitHub'ın MCP serverini çağırır və o GitHub ilə əlaqəli işləri görür. Getdik, hara getdik? Baxırıq. Controller, student controller, DTO-larımız var qəşəng. Request DTO, response DTO, entity-lərimiz var. Burada yenə də sağ olsun entity-sini yaratmayıb. Student mapper var, repositorimiz var, servisimiz var. Servisdə məsəl üçün bu xoşuma gəlmir mənim bu cürə. Çünki nəsə də implementasiya anyway də bunu müzakirə etməyə hər bir şey var, yanaşması var. Lazımsız yerdə implementasiya xoşuma gəlmir mənim. Interface, interface. 20 dənə interfeysim varsa 20 dənə də implement olur. Mən impl o zaman yaradıram ki, 2 dənə implementasiyam olsa yaradıram bunu. Adətən student servisi birbaşa klass olaraq yaradıram. Nəsə. Amma bunun yanlışlıqların olmasının səbəbi yenə də acceptance criteria'sının olmamasıdır. Öncədən məsələn mən desəm ki, entity-lərimizin arxasında entity sözü olsun. Məsələn burada common response DTO yoxdur, düzdürmü? Bax. Name all entities with prefix suffix entity. Bu belə. Create a common response DTO which is generic and contains message, code, data, and always return respond with this object. Student dediği, mapper dediği tamamdır. Məsəl üçün do not use in service layer implement interface if you really don't need it. Tamam. Bu məsəl üçün mapper var, düzdürmü? Bu mapper harda istifadə edib? Request-dən birbaşa entity-yə çevirib. Olsun, nəsə. Bir saniyə. Mapper-də şeydən istifadə eləməyib. Məsələn, özü mapper yazıb, düzdürmü? Məsələn, mən bura deyə bilərəm ki, nəydə onun adı? Mapstruct istifadə elə. For mapping, use mapstruct. Şaqqıldat keçsin. Budur da, yəni İndi baxaq, biraz da səliqəyə salacaq. CSS JS-ləri səliqəyə salıb, qəşəng. Indeksə gəlsən yerində. Vue.js-i inteqrasiya eləyib.
Okay. Common response DTO'nu yarattı. Generik olarak yarattı. Response DTO yerinde, request DTO yerinde, mapperimiz yerinde. Request'ten entity'ye, entity'den response'a, sonra request'ten entity'ye, update eləmək üçün bunu istifadə edir. Request'ten birbaşa service layer'a göndərir. Məsələn, yenə də acceptance kriteriyaları pozur da. Yəni birbaşa request'i service layer'a göndərir. İndi bu təkrar edirəm, bu bir dənə acceptance kriteriyamı tapım. Acceptance criteriyanı tapım. Acceptance criteriyanı tapım. Tapamıyorum. Ha, taptım. Acceptance criteria. Süper. Süper. Ben bunu hop tamam. This is my acceptance criteria. Follow this rules. Şakkıldatım getdim. Salam. Süper. Ləzzətli. Bax gedir bax. Acceptance kriteriyanı verdim, gedir. Baxırıq. İndi strukturaya baxın. Məsələn, indi heç bir sözüm yoxdur artıq. Ona görə ki, yəni tam mən deyən kimi yazdım. Bax, kontrollerin öz DTO-su var, öz mapperi var, öz kontrolleri var. Servisin öz DTO-su var, öz mapperi var, service layer'ı var, repository'si var. Gəldim kontrollerə. Kontrollerdə məsəl üçün götürdü fikir ver. Servisdən datanı götürdü. Servisdən gələn datanı deməli response DTO-ya çevirdi və response DTO-nu qaytardı. Sonra canım sənə desin, servisin içinə girdin,
repozitordan datanı götürdü, servis mapper vasitəsilə servis DTO-ya çevirdi. Ləzzətli. Yəni mən artıq heç bir söz demirəm buna. Vəssalam. Zaten mən kaş videonun başından acceptance kriteriyanı verərdim. İndi səbir çatıb axıra kimi baxanlar gördü ki, nəticə necə super oldu. İstəyirsə bir dənə acceptance kriteriyanı da sizə göstərim. Məsələn, burada dənə-dənə bütün layer'lar, bütün o DTO çevrilmələri, mapperlər falan hamısı qeyd olunub. Hamısı qeyd olunub. Və bu inkişaf da edə bilər də. Yəni bir şirkətin, bir komandanın acceptance kriteriyası olmalıdır və yavaş-yavaş o inkişaf eləməlidir. Nələrsə əlavə elədiksə, o acceptance kriteriyadan artırılmalıdır. Koda da başlayanda birinci onu ver. Hətta sizə deyərdim ki, heç verməyə də bilərsən nə tələb. At proaktivin içinə, o zaten orada görəcək, onu oxuyacaq. İlk işə başlayınca birinci onu oxuyacaq, sonra başlayacaq sən kodunu yazmağa. Bu qədər yəni ki, hə, Docker'da qaldıraq istəyirsiniz. Biraz çox şey eləmirlər, yəni bunun biraz mənası yoxdur. Okeydir. Gəl belə danışaq. Create a Docker file and run my project by using Docker. Deməli, MySQL də həmçinin, zaten MySQL oradan qoşulacaq, amma MySQL çölə qoşula bilər, ona görə də neyək? Bir dənə yazaq, özü görə neyək? Bak gördün. Gördün. MySQL çöldəki MySQL qoş. Amma o sonraki mərhələdə deyəcək. Ya da ki eski bas denən ki integrate MySQL by using Docker as well. Bu arada mən elə hey ingiliscə yazıram, lazım deyil, Azərbaycanca da yaza bilərsiniz. Özüm qəsdən koda dəymirəm, başa düşürsünüz? Qəsdən koda dəymirəm. Niyə dəyim axı? Bir şey dəyişmək istəyirsən, niyə əlbə vurursan sən koda? Koda niyə əlbə vurursan axı? Vurma da qardaş, ora vurma da, gəl burada yaz da. Gördün ki, falan şey səhvdir, gəl bura. Gəl burada deyən ki, falan şey elə. Məsələn, burada işləyir, düzdür. Valla belə zarafat yana çıxır həqiqətən. Yəni burada gözləmə, keç LinkedIn-də fırlan, Facebook-da fırlan. Burada işləyir də öz üçün. Yəni nə deyim valla. Docker fayllarımızı yaratdı. Canım sənə desin. Port forwarding da elədi.
Sorry, bu artıq işi bitirib. Tamam. İndi nə edir bəs bu? Yaxşı. İndi əl ayağa qalxır. Tamam, tamam. Ups. Yaxşı. Yaxşı. Link to access app. Okay. Docker'i açaq baxaq. Mesela proyekt burada. Seçim. Application burada da, MySQL de burada. Test. Çiçək. Çiçək, böcək. Əlimdəydi mi koda? Yox. Metodikalar var. Metodikalarla işləməlisiniz. Bu məsələn acceptance criteria 1. 1 sayıram. 2 folder strukturunun qurulmağı ki zaten bunun özü də acceptance criteria ola bilər. Acceptance criteria bunu ala bilərsiniz, bu söhbətlərdə lazım deyil. Ortada bir framework mütləq istifadə olunmalıdır. Çünki framework istifadə edəndə dediyim kimi frontend tərəfdə az əziyyət çəkir. Məsəl üçün burada bindinglər baş verir də. Bunlar üçün az əziyyət çəkir. Sonra MD fayllar, yadıma düşəni deyirəm, MD fayllar. MD fayllarda nə işlə, məsəl üçün deyim, yerindəcə deyim. Amma yəni bunlarla bitmir də. Nə qədər deyirəmsə deyim, bunlarla bitmir. Gərək ki fikirləşəsiniz ki, bu AI məndən nə istəyir? Bu AI niyə ilişir? Bu AI nə versəm o tokeni az yer, nə versəm qaldığı yerdən davam eləyər. Məsəl üçün create MD file to summarize all jobs you did. Məsələn, MD fayla oturacaq. Sabahlarımda proyekt işə başlayanda, yenidən başlayanda deyirsən ki, gir MD fayla bax, MD fayla baxdı, sonra da oradan başlayacaq işləməyə. Digər bir şey isə sessiyanın gündəlik olaraq açıq qalmağı. Məsələn, mən o cür edirəm. Məsəl üçün proyektə başladığım bu sessiya bu dəqiqə açıqdır, düzdürmü? Bu sessiya açıq olduğu müddətcə bütün bu proyektdə elədikləri zaten yaddaşındadır, sessiyadadır. Və MD fayl atdı mı? Atdı. Zaten yaddaşındadır. Və gün ərzində çox sürətli bir şəkildə davam edə bilərsiniz. Amma sırf səhərsi gün gəldim, bir şeylər eləmək istəyirəm söhbətinə görə MD fayl olmalıdır. Məsələn, atdı struktura. Orada xəbər olacaq, yəni ki, növbəti dəfə gələcək MD fayl olacaq, xəbər olacaq. Günün sonunda yenə deyərsən ki, MD fayl at. Budur. İndi də çox güman komment yazarsınız ki, müəllim, nə oldu? Suya kurudu bir dənə yazdı. Hadi vallah da deyirəm, nə qarım, yəni burada məsələn CVGN də var. Məsələn CVGN-in React-ı da bunda yazılıb, back-end-i də bunda yazılıb. Mən nə deyim bundan artıq sizə, yəni vallah deyirəm bundan yazılır da. Bir çox layihə var, yəni hamısı bundan yazılıb. Yəni mən nə qarım ki bundan artıq. Ya hər şey qoydum qırağa. Lap demirsən böyük layihədir, həcoman layihədir. Mənim olayım odur ki, siz niyə əlinizi koda vurursunuz? Niyə əlinizi koda vurursunuz? Nə elətdirmək istəyirsən, yaz eləsin də. Nə elətdirmək istəyirsən, yaz eləsin. Yəni nədirsə sənin dərdin axı. Sən niyə əli koda vurursan? Bu proyektdə məsəl üçün bu proyektin kodu hardadır soruşmağa olmasın. Bu proyektdə bunda yazılıb deyəcəkdim. Məsələn bu proyekt Hotjarın ekvivalentini yazırdıq, bu şeydə yazılıb, bunda yazılıb. Sonra SEO ideya layihəsinin həm back-endi, həm front-endi bunda yazılıb. Shortlink, Sitautun adını sonra dəyişib shortlink edildi. Shortlink layihəsi bunda yazılıb. Yəni nağaraq, nətər eləyək ki, siz deyəsiniz ki, hə də, yəni yazmaq olur. Yəni bu boyda kod
analitikasından tutmuş, nə bilim, authentication'dan tutmuş, hər şey bunda yazılıb. Nağaraq, yəni nətər eləyib, metadata hissəsi bunda yazılıb, analitikası hissəsi bunda yazılıb, admin panel hissəsi bunda yazılıb, bütün RESTful API-lər, səhifələr, hamısı bunda yazılıb yəni. Yenə də deyəsiniz ki, sadə appdir, nə appdir. Deməli, mən CVGN layihəsi çox böyükdür də, yəni bu məsəl üçün bütün burada payment hissəsindən tutmuş, job search hissəsindən tutmuş, nə bilim, real time burada interview edir, hətta istifadəçini interview edir, yəni danışaraq interview, AI vasitəsilə interview edir, job search hissəsindən tutmuş. Nəsə, mənlik bu qədər. Mən bilirəm ki, zaten bundan iş görmək olur. Mən sadəcə insanlara başa sala bilmirəm ki, qardaş, vallah olur deyirəm. Olur, yanaşmanız səhvdir. Siz istəyirsiniz ki, görürsünüz ki, mənə filan şey yox, hara yazır? Yoxdur elə bir dünya. Amma yanaşma düzgün olsa super yazır. Mənlik bu qədər. Sağ olun.